Kiçik Qafqaz təbii vilayətinə aid xüsusiyyətləri müəyyən edin. Demək, bəndlərimizi oxuyaq. 1. Yanar faydalı qazıntı yataqları yayılmışdır. Bildiyimiz kimi Kiçik Qafqaz ərazisi daha çox maqmatik və metamorfoz suların təşkil olunur və bu ərazi əsasən yanar deyil, filiz, bir də el-filiz ehtiyatları yayılmışdır ərazidə, amma burada yanar faydalı qazıntılara rast gəlinmir. 2. Daimi buzlaqlar geniş yayılmışdır. Daimi buzlaqlar geniş yayılmışdır. Yanlış cümlədir. Biz daimi buzlaqlara daha çox Böyük Qafqaz ərazisinə rast gəlirik. 3. Dağ çol landşaftı formalaşmışdır. Bəli, bu doğru bənddir. 4. Qışı quraq keçən soyuq iqlim tipi mövcuddur. Bəli, bu da doğru bənddir. Vulkanik yaylıqda antropogən dövr yaşıl suxurlar, bəli, geniş yayılmışdır. Bu da doğru bənddir. Düzən meşələr mövcuddur. Burada düzən meşə yox, dağlıq meşələr geniş yayılıb. Və ona görə bu yanlış olacaq. Doğru cavablarımızın içində 3, 4, 5 bəndi doğru bənd sayılacaq.